Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat olub. Xəbər verilir ki, rejissor əməkdar artist Nicat Kazımov çıxışçığı teatrın yaradıcılıq şöbəsinin müdir vəzifəsinə təyin olunub. Məlumatı Nicat Kazımov təsdiqləyib. O qeyd edib ki, bu vəzifəyə bir neçə gündür təyin olunub. Görmək istədiyim işlərlə bağlı nəsə demək hələ çox tezdir. Bilmirəm nə olacaq, nə olmayacaq. Biraz imkan verin, gələn il bu barədə danışaq deyə Nicat Kazımov bildirib. Xeyirli olsun. Müğənni Nadir Qafarzadə ikinci dəfə baba olub. Xəbər verilir ki, bu haqda müğənni açıqlama verib. O bildirib ki, ikinci nəvəsi oğlan var. Əziz oğlumun oğlu oldu. Adını Nadir qoydular. Mən heç bir şeyə qarışmıram. Oğlum və gəlinim özləri uşağa mənim adımı vermək qərarına gəliblər. Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğmanla ötən il ata olub.